Hər kəsə salam. Bugün OTK-nın 12 oktyabr 2025-ci il tarixində keçirdiyi buraxılış fənləri üzrə sınaq imtahanının 9-cu sinif riyaziyyat fənni üzrə test tapşırıqlarının izahına baxırıq. 31-ci sualdan başlayaq. 70 dərəcəli bucağa qonşu olan bucağı tapın. Şöyle biz bilirik ki, qonşu bucaqların dərəcə ölçüsü cəmi 180 dərəcədir. Əgər bura 70 dərəcədirsə, qonşudan bir beta deyək. Beta üstə gəl 70 bərabər 180 dərəcə. Beta'nı tapmaq üçün 180-dən çıxaq 70 oldu 110. Cavab oldu E variantı. 32-də AB və CD düz xətlər O nöqtəsində kəsişir. AOD bucağından BOD bucağına çıxanda 30 dərəcə olarsa, BOC bucağını tapın. Gəlin uşaqlar, AOD bucağını bir alfa deyək, BOD bucağını bir beta deyək. Baxıram ki, uşaqlar, alfa, beta qonşu bucaqlar, yəni cəmi 180-dir. Amma AOD bucağından BOD bucağına çıxanda 30 dərəcə qaldı. Gəlin bunu sistem təhlilini həll etsək, tərəf-tərəf toplayaq. O zaman betalar islah olundu. Alfa üstə gəl alfa, 2 alfa bərabərdir. 30 üstə gəl 180 olur 210. Alfanı tapmaq üçün 210-u bölürəm 2-yə oldu 105. Alfa 105-dirsə uşaqlar, beta 75-dir. Baxıram ki, BOC bucağı ilə AOD bucağı qarşılıqlı olan bucaqlardır. Qarşılıqlı bucaqları bir-birinə bərabərdir. Bura oldu 105 A variantı. 33-də deyir, A-nın hansı qiymətində verilmiş bərabərlik doğru olar. İlk öncə uşaqlar A tam 9A şəklində yazaq. Verilmiş ifadənin üstə gəl 3 tam 3də 1 bərabərdir 9-da 50. Verilmiş qarşı ədədi düzgün olmayan kəsrə çevirsək, olacaq 9. 9-u vuram tama. Yəni 9 vur A, 9-a üstə gəl A olur 10A bərabərdir. 9-da 50-dən çıxaram 3 tam 3də 1-i. Daha sonra 9-da 10A bərabərdir. Uşaqlar 3 tam 3də 1-i çevirək düzgün olmayan kəsrə olacaq 3də 10. Sonra məxrəcləri fərqli olan kəsrə necə çıxırdıq? Məxrəcləri əşob tapırdıq. Olacaq 9-da 10 A bərabərdir 9-da 50 çıxılsın 9-da 30 olacaq uşaqlar. 9-da 10A bərabərdir 9-da 20 məxrəclər isə o zaman mən sürətlər bir-birinə bərabərləşdirirəm. 10A bərabərdir 20 olarsa A bərabərdir 2. A oldu 2, cavab oldu D variantı. 34-də deməli 12-nin natural bölənlər çoxluğu A, 12-dən kiçik sadə ədədlər çoxluğu B olarsa, A və B-nin kəsişməsində olan element sayını tapın. Deməli, A-nın natural bölənləri, yəni 12 natural bölənlər nədir? Olacaq uşaqlar 1, 2, 3, 4, 6, 12. 12-dən kiçik sadə ədədlər uşaqlar 2, 3, 5, 7, 11. Yəni kəsişmə deyirsə ortaqları götürürəm. Hər ikisinin ortaq olan uşaqlar 2-1-in 2 və 3-dür. Sayda olacaq 2 E variantı. 35-də 7-yə böldükdə natamam qisməti 4 olan ən böyük natural ədədi tapın. Bir x ədədidir. 7-yə bölürəm, natamam qismət 4 olsun. Və alına bilən ən böyük natural ədədi istəyir. Şuna biz bilirik ki, qalıq həmişə böləndən kiçik olmalıdır. Yəni qalığın ala biləcəyi maksimal qiymət 6 ola bilər. O zaman mən buradan x-i 7-ni vuraram 4-ü, üstə gələrəm 6-nı. Oldu 28 üstə gəl 6 bərabərdir 34. B variantı. Daha sonra 36-ya baxaq. Deməli, kəsişməsi boş olmayan A və B çoxluqları üçün ştrixlənmiş hissədə olan elementlərin sayına uyğun ifadələri müəyyən edin. Deməli, birinci ifadə deyir ki, A-da olub B-də olmayanlarla B-də olub A-da olmayanlar toplayaq. Bəli, uşaqlar, elə bu hissə A çoxluğun B çoxluğuna fərqidir. Verilmiş bu hissə B-nin A-ya fərqidir. Bu elə düzdür. İkinciyə baxaq. Deməli, deyir ki, ilk öncə A çoxluğun elementi, baxın bu sarı ilə rənglənmiş hissədir. Daha sonra B çoxluğun elementi yaşıdan işarələnmiş hissədir. Daha sonra buradan çıxaq kəsişməni. Şöyle bu düstur bizə A çoxluğun B çoxluğun birləşməsini verir. Birləşmə deyirsə, biz o zaman hər tərəf ştrixlənməliyik. Baxıram ki, kəsişməsi rəngsiz qalıb. Deməli, o zaman bu uyğun deyil. 3-ə baxaq. Deməli, A ilə B-nin birləşməsi, birləşmə deyəni uşaqlar. Baxın, bunun hamısını götürəcəm. Deyir, buradan çıxaq kəsişməni. Kəsişmə olan hissə haradır? Baxın, bura. Silsəm, həqiqətən yaşıl olan hissə bizə ştrixlənmiş hissəni verəcəkmi? Bəli. Olacaq 1, 3. Cavab oldu D variantı.
37-yə baxırıq, verilmiş ifadənin qiymətinin tapılmasını istəyir. Deməli, uşaqlar, ilk öncə verilmiş bu qarışıq ədədi çevrə düzgün olmayan kəsri olacaq 4-də. 4-ü vururam 3-ə 12, üstə gəl 3, 15, vurulsun 15-də 8, üstə gəl 6-da 6-ı vururam 2-yə 12, üstə gəl 1, 13, vurulsun 26-da 3. Demək, ixtisarlarımıza aparsa 15-lər ixtisar getdi, qaldı 1. 4-dən 8 ixtisar getdi, qaldı 2. Daha sonra digər toplanan 13 ilə 26 ixtisar gedir, qalır 2. 6 ilə 3 ixtisar gedir, qalır deməli məxrəcdə 2. Oldu uşaqlar, nə? 2 üstə gəl, 2-də 1 vurulsun 2-də 1. Yəni 2 üstə gəl, 4-də 1. Budur uşaqlar. 2 üstə gəl, 0,25 olur. 2 tam %25 B variantı. 38-ə baxıraq, 1 kiloqram 1 tonun neçə faizdir? O zaman mən 1 kiloqramı bölərəm 1 tona, vuraram 100%. Uşaqlar, 1 ton da 1000 kiloqramdır. Bura 1000 yazıram. Burada 100 ilə 1000 ixtisar gedəcək, qalacaq 0,1. D variantı. 39-da, demək, A və B düz xətlər bir-birinə paraleldir, S kəsəndir. Alfa 2K, beta 7K nisbətində olarsa, betanı tapın. Uşaqlar, bu alfa uyğun olaraq burada alfadır. Çünki uyğun bucağı bir-birinə bərabərdir. Alfa da 7K-dır. Baxıram ki, alfa və beta artıq qonşu bucaqlar oldu. Yəni, cəmi 180-dir. Olacaq 9K 180, K 20. O zaman alfa bərabərdir 2 vur K, beta bərabərdir 7 vur 20. Yəni, K-ya vursaq. Olacaq biri 40, digəri 140. Bizdən betanı istəyir. 140 C variantı. Daha sonra 40-cı sual. Deməli, AB parçasının orta nöqtəsi N. AM haradır? Baxın, bu istə. N nöqtəsi ortaya yarıya bölüb. Bura X olsa, burada X-dir. Sonra deyir ki, NK parçasının orta nöqtəsi M olarsa, o zaman bu da yarıya bölüb. X, X burada düşəcək. Sonra MB parçasının orta nöqtəsi K-dır. Burada X-dir deməli. O zaman AN-in, baxın bu X-in, NB-yə, yəni 3X-a nisbətini istəyir. Şola, burada X-lar ixtisar edəcək, alacaq 1-in 3-ə B variantı. 41-də, deməli, verilmiş ifadənin qiymətinin hesablanmasını istəyir. Baxıram ki, hər ikisində 11,3 var. Onu çıxaram mörtəzə xaricinə. Qaldı 7,2 üstə gəl, 2,8. Alınan cəm uşaqlar 10-a bərabərdir. 11,3-ü də 10-a vuranda, 10-a, 100-ə, 1000-ə vuranda sıfırlan sayı qədər vergülü sağa sürüşdürürəm. Olur 113. B variantı. 44-də deməli A, B, C müsbət ədədləri üçün 3A bərabərdir 4B bərabərdir 5C olarsa B plus C bölünsün açıq B ifadəsinin qiymətini hesablayın. Şola, bu tip suallarda həm 3-ə, həm 4-ə, həm 5-ə bölünən ədəd seçirik. Hər üçünə əkop tapırıq. Olur 60. Demək, 60K şəklinə gəl götürək. 60K-nı, çünki hər üçünə bölünən 120 də ola bilər. 60-ın misilləri qədərdir. 60-ı bölürəm 3-ə, olur 20K. 60K-nı 4-ə böləndə olur 15K. 60K-nı 15-ə böləndə olur 12K. Deməli, B, yəni 15K üstə gəl C 12K bölünsün A, yəni 20K çıxılsın B 15K. Deməli, alınan ifadə olacaq 27K bölünsün 5K. K'lar ixtisar getdi. 27-nin 5-ə böləndə 5 tam 5-də 2. O da olacaq olar 5 tam 10-da 4. E variantı. 43-ə baxırıq. Deməli, uzunluğu 48 km olan yolun 6/5 hissəsi asfaltlandığından sonra yolun asfaltlanmayan hissəsinin uzunluğunu tapın. 6/5-i asfaltlanıb, o zaman mən 1-dən çıxaram 6/5-i, qalır 6/1-i asfaltlanmayan. Deyək ki, bu 48-in 6/1-i asfaltlanmayandır. Demək, 48 ədədinin 6/1 hissəsini tapaq, olacaq 8. B variantı. 44-ə baxırıq. Deməli, A və B natural ədədləri üçün verilmiş tənasüb deməli verilib. Bu zaman A plus B cəminin ən böyük qiymətini soruşur. Şola, tənasübün əsas xassəsi kənar hədlərin hasilinin orta hədlərin hasilinə bərabər olmasıdır. Yəni, A-nın B-yə hasili bərabərdir. 3 vur 4. AB hasili 12-dir. O zaman A 1 olsa, B 12 olar. Sonra A 2 olsa, B 6 olacaq. A 3 olsa, B 4 olacaq. Sonra A 6 olsa, B 2 olacaq. Sonra yenə təkrarlanacaq.
Amma uşaqlar, alınan cəmə baxsaq, burada oldu 13, 8, 7, yenə 8. Bizdə cəmin ən böyük qiymətini istəyir. O da olacaq 13, A variantı. 44-də deməli, A tək B cüt ədəd olarsa, ifadələrdən hansının qiyməti tək ədəd olar? Gəlin A-ya uşaqlar 1 deyək özümüzdən, B-yə cüt 2 deyək. Baxaq görə hansı təkdir. Birincidə deyir ki, A vur B, yəni 1 vur 2, 2. Üstündə də 1 vur 2, o da olacaq yenə 2. O olacaq 4. Bu cütdür. Getdi. Daha sonra növbəti 2 vur 1, üstə gəl 2. Oldu 4, 4 üstü 2, olacaq 16, cütdür, getdi. Daha sonra 2 vur 1, üstə gəl B, yəni 2, üstündə uşaqlar qüvvətində tək olmalı 1. Oldu uşaqlar 4 üstü 1, o da 4'dür. Daha sonra D-yə baxaq, A-nın yerinə 1, B-nin yerinə 2, qüvvətdə yenə 1 yazıram. 3 üstü 1 təkdir. Cavab oldu D. Gəlin uşaqlar E-yə baxaq. 4 vur A, üstə gəl 2, qüvvətdə 2 yazıram. Olur uşaqlar 6'nın kvadratı 36, o da cütdür. Bizə lazım olan D variantıdır. Demək, 3 elementi olan A çoxluğu N-a bərabərdir 3. 5 elementi olan B çoxluğu NB bərabərdir 5. Və deyir uşaqlar, A çoxluğu B-nin A çoxluğudur. O zaman verilmiş çoxluqların kəsişməsi elementi az olana, yəni A-ya, birləşməsi isə elementi çox olana, yəni B-yə bərabərdir. Bizdə kəsişmə ilə birləşmədə olan elementlərin sayının cəmini istəyir. Demək, kəsişmədə olan element sayı neçədir? Dedik ki, əgər bir çoxluq digərin A çoxluqdursa, kəsişməsindəki olan elementlər A-ya bərabərdir. A-da 3 element var, birləşmədə də elementi çox olan 5 element var. Cəm oldu 8. Baxırıq 47-yə. Deməli, OD şüası AOC düz bucağının. Düz bucaq uşaqlar 90 dərəcədir. Deməli, AOC düz bucağı verilir və OD şüası tənböləndir. Tənbölən nədir? 45-45 olaraq 2 hissəyə ayıracaq, 2 bucağa ayıracaq. Daha sonra OY şüası AOD-nin tənböləndir. Sonra yenə mən bir şüa çəkirəm. Bu zaman OY şüasıdır. Və o AOD-ni yarıya böləcək. 45-in yarısı 22,5, 22,5. Bizə nə istəyir? COY-ni, baxın bu hissəni. 45 üstə gəl 22,5 olacaq 67,5. 48-ə baxırıq. Deməli, A bərabərdir 12 tam. Demək, bunu yəni son şəklində toplayaq. Olacaq uşaqlar. Deməli, 99 tam, demişdik, verilmiş mötərizənin içində olan rəqəmlər sayı qədər 9, çöldəkin sayı qədər 0. Sonra bunun bütöv hamısından çöldəkini çıxacam, yəni 9'u çıxacam. Fikir verin, 99 tam 9990'da 9990 qalır. Elə uşaqlar, bu nisbət olacaq 1. 99 üstə 1 gələndə olacaq 100. 49'a baxırıq. Uyğun tərəfləri perpendikulyar olan iki bucağın dərəcə ölçüləri 7-8 nisbətində olarsa, kiçik bucağın dərəcə ölçüsünü tapın. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmi 180'dir. Baxıram ki, nisbətlər fərqlidir. O zaman mən onların cəmini 180 dərəcə bərabər edirəm. 15K bərabərdir 180, K-nı tapdıq 12. O zaman biri olacaq 7 vur 12, digəri də 8 vur 12. 84 və 96. Bizdən kiçik istəyir 84. 50-ci suala baxırıq. Deməli, 60 ədədinin 60% A, yəni A bərabərdir 60 vur 60 bölü 100. Biz ədədinə görə faizi taparkən ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. Oldu uşaqlar 36. B ədədi isə 70 ədədinin 70%, yəni 70-i 70-ə vurub 100-ə bölürəm. Oldu 49. Bizdən B çıxılsın A fərqini istəyir. Yəni 49 çıxılsın 36, cavab oldu 13. 51-ə baxırıq. Deməli, A, B və C-də iki rəqəmli ədədlər üçün deməli, verilmiş ifadə olarsa A plus B plus C cəmini istəyir bizdən. İlk öncə şöyle gəlin bu açılışı yazaq. AB üstü xəttin açılışı 10A üstəgəl B-dir. CD-nin açılışı 10C üstəgəl D-dir. Üstəgəl 9B. Bu çıx 9 ilə keçirək
sol tərəf olacaq müsbət 9D bərabərdir 80. Baxıram 10A üstəgəl B, bir də 9B cəm olacaq 10B, sonra üstəgəl 10C, D ilə 9D cəm oldu 10D bərabərdir 80. Burada 10'u ortaq vurğu olaraq mörtəzə xaricini çıxarsaq, qaldı A üstəgəl, B üstəgəl, C üstəgəl, D bərabərdir 80. Buradan da tapırıq ki, uşaqlar, verilmiş bu cəm 80 bölünsün 10, yəni 8-ə bərabərdir. 52-ci suala baxaq. Deməli, birinci qutuda kürəciklərin 30%, ikinci qutuda olan kürəciklərin 60% ağ rənglidir. Bu iki qutudakı bütün kürəciklərin 55% ağ rəngli olarsa, birinci qutuda olan ağ rəngli kürəciklər ikinci qutuda olan ağ kürəciklərin neçə faizini təşkil edir? Birinci qutunu uşaqlar gəlin x ilə işarələrək, ikinci qutunu y ilə. Deməli, birinci qutunun 30%, yəni x-i vururam 30-a bölürəm 100-ə. Bu olacaq A kürəciyi 0,3. İkinci qutuda y vurulsun 60 bölünsün 100. Bu olacaq 0,6 y. Deyir, bu qutuda olan bütün kürəciklərin, yəni x və y-in 55%-i vur 55 bölü 100 ağ kürəciklərin sayıdır. Yəni 0,3 x üstəgəl 0,6 y. Gəlin uşaqlar, bu verilmiş tənliyi həll eləyək. Deməli, 55 vur x, yəni 55 həm x-a vururam, həm y-a vururam. Üstəgəl 55 y, 100-ü vuraq uşaqlar. 13 x üstəgəl 0,6 y. Yəni, fikirləşin ki, bunu çarpmaz bu. Oldu 55x üstəgəl 55y bərabərdir. 100-ü vururam 0,3-ə, olur uşaqlar. 30x üstəgəl 100-ü vururam 0,6 y-ə, olacaq 60 y. Yəni, x-lər bir tərəfə keçirək, y-lər bir tərəfə. Biz 30x-i keçirsəm sol tərəfə, 55 y keçirərəm sağ tərəfə. Olacaq 55x çıxılsın 30x bərabərdir. 60 y çıxılsın 55 y. Tapırıq 25x bərabərdir 5 y. Hər tərəf 5-ə bölsək, 5x bərabərdir y tapırıq. O zaman uşaqlar, x olacaq k, y olacaq 5k. Bizə nə istəyir şərtdə? Deyir ki, birinci qutuda olan ağ kürəciklər, ikinci qutuda olan ağ kürəciklər neçə faizini təşkil edir? Mən bilirəm ki, birinci qutuda 0,3x-dir, ikinci qutuda 0,6 y-dir. Bu nisbəti istəyir. Deməli, gəlin yazaq 0,3x bölünsün 0,6 y. Faiz dediyi üçün uşaqlar, vuram 100%. Gəlin uşaqlar, mən x-in yerinə k yazım, y-in yerinə 5k yazım. O zaman 0,3k bölünsün 3k vurulsun 100% olacaq. K'lar ixtisar getdi. 3 ilə 0,3 ixtisar gedir, qalır 0,1. 0,1-i də 100-ə vuranda cavab qaldı 10. Daha sonra 53-ə baxırıq. Deməli, AB ilə paraleldir. Alfa 20 dərəcədir, beta 80 dərəcədir və bizdən qammanın dərəcə ölçüsünü istəyir. Uşaqlar, mən bu düz xətti belə uzadıram. Baxın, burada fikir verin. Bir M hərfi əmələ gəldi. M hərfi əmələ gəlirsə, biz qayda demişdik ki, eyni istiqamətə baxan bucaqların cəmi digər istiqamətə baxan bucağa bərabərdir. Yəni, 20 üstəgəl burada olsun bir x bucağı. Alfa üstəgəl x bərabərdir 80 olmalıdır. Alfa 20 dərəcədir. Buradan da x tapmaq üçün 80-dən çıxaram 20-ni 60 dərəcə. Və 60-ın qonşusu uşaqlar 120-dir. Çünki qonşu bucaqların dərəcə ölçüləri cəmi 180 dərəcədir. Baxırıq 54-ə. Deməli, burada A ədədi narıncı ilə işarə olunan hissədir. B ədədi də yaşlı ilə işarə olunub. Deməli, A ədədində 2 vurğundan 5-dən yazıram ki, üstü 5. A ədədində 3 vurğundan 4 dənədir, 3 üstü 4. Sonra B-yə baxıram, yaşlı olan hissəyə. 2-dən baxıram, sayı 3 dənədir. Sonra B ədədində 3-dən 7 dənədir, 3 üstü 7. Bizdən əbob istəyir. Əbob istəyir, uşaqlar, biz qüvvəti kiçik olana baxırıq. Deməli, 2-nin qüvvətlərini kiçik olan 2 üstü 3-dür, 3-ün qüvvətlərini kiçik olan 3 üstü 4-dür. Hasili 8 vurulsun 81, 648. Sonuncu sual 55-ə baxırıq. Deməli, deyir alfa bucağı 150 olarsa, betanı tapın. Uşaq, burada 90-dır. Mən nə edərəm? Buradan belə düz xətti uzadaram. Bura baxın, bu hissə, bu vermiş x bucaqla 150 dərəcə bucaq
daxili bir tərəfli bucaqlar. Daxili bir tərəfli bucaqların dərəcə ölçüsü cəmi 180 olmalıdır. Bura oldu 30. 30 üstə gəl 90, 120. 180-dən 120 çıxaram, tapıram 60. Daha sonra 60-dan da beta bucağı yenə daxili bir tərəfli bucaqlardır. Yenə cəmi 180 dərəcə olmalıdır. Buradan betanı tapırıq 120. Digər üsul nədir? Elə bu 90 dərəcənin özü bərabərdir. 150 üstə gəl beta çıxılsın 180. Buradan 150 üstə gəl betanı tapırıq 270. Betanı tapmaq üçün 270-dən 150 çıxırıq, qalır 120. Sağ olun, salamat qalın. Gələn izahlarımızda görüşənədək. Hər kəsə uğurlar.